Professional hüquqşünas kimi Stefania Guarevski özünü gözəl və ağıllı qadın hesab edirdi. Stefania həqiqətən yaxşı vəkil idi. Ancaq əgər onun İtaliya Ali Məhkəməsinin rəhbərlərindən biri olan böyük qardaşının köməyi olmasaydı, o, proseslərin əksəriyyətini uduzardı. Fikrimcə o zarafat edir. Dronqa ona şampan verərək gülümsədi. Tanışlığımıza, o dedi. Tanışlığımıza, Dronqa razılaşdı. Bu an qapını kimsə döydü. İlahi, o qorxdu. Görəsən yenə kimsə qonaqlardandır? Kim belə gec gələ bilər? Kimsə bizimkilərdəndir? Stefania soruşdu. Bilmirəm, o nəfəs aldı. İkinci mərtəbədəki kabinetə gedək. İstəməzdim sizi görsünlər. Qorxursuz? Stefania soruşdu. Yoxsa reputasiyanıza görə qorxursuz? Bəlkə o oğrudur, mənə kuklanın yerini deməyə gəlib. Sizi gördükdə o heç nə danışmayacaq. Düzdür, Stefania razılaşdı. Hara qalxım? Karolina yataq otağından çıxmayaydı. Dronqa pilləkəndən qalxaraq fikirləşdi. Stefania onun arxasınca qalxırdı. Onu kabinetə saldı və aşağı qaçdı. Qapı yenə döyüldü. Maraqlıdır, üçüncü qadını harda gizlədəcəyəm, Dronqa fikirləşdi. O, qapını açmaq üçün ona yaxınlaşdı. Çingiz Abdullayev, Veneranın ikinci dəfə həyata gəlməsi. Dönə-dönə bu kitabı sizə oxumağı məsləhət görürəm. Buyurun, üz tutun kitabxanalara, kitab evlərinə.